Sumqayıt şəhərində qanunsuz küçə ticarətinə qarşı nəzarət tədbirləri davam etdirilir. Növbəti reyd Sumqayıt şəhər İcra Hakimiyyətinin Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin bələdiyyə əməkdaşlarının iştirakı ilə Məhəmməd Əsadov küçəsində keçirilib. Reydin keçirilməsində əsas məqsəd piyadaların hərəkətinə maneə yaradan halların aradan qaldırılması, səkilərin zəbt olunmasının qarşısının alınması, eləcə də şəhərin sanitar və estetik görüntüsünün qorunması olub. Yoxlama zamanı səkilərdə və yol kənarında icazəsiz şəkildə meyvə, tərəvəz satışı həyata keçirilən şəxslər aşkarlanıb. Qanunsuz ticarətlə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparılıb. Onlara mövcud qanunvericiliyin tələbləri izah edilib. Bildirilib ki, bu cür fəaliyyətlər həm piyadalar üçün təhlükə yaradır, həm də ictimai məkanların təyinatı üzrə istifadəsinə mane olur. Sahibkarlara ticarət fəaliyyətlərini yalnız müvafiq qaydada ayrılmış ərazilərdə həyata keçirmələri tövsiyə olunub. Reyd zamanı aşkar edilən bəzi nöqsanlar yerindəcə aradan qaldırılıb. Səkilərin piyadalar üçün açıq saxlanması təmin edilib. Eyni zamanda ərazidə asayişin və təhlükəsizliyin qorunması məqsədi ilə nəzarət tədbirləri gücləndirilib. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.